İlham Əliyev Azərbaycan xalqının növbəti dəfə ələ saldı, təhqir elədi. Mən bunu sizə sübut eləyirəm. Azərbaycan xalqının əksər hissəsi sevinirlər xaricdəki blogerlərin prokurorluğa çağırmasıyla bağlı. Amma elə Azərbaycan xalqının bəlkə də yarısının bilir ki, bu şəkildə gördüyünüz, daha doğrusu bu şəkildə gördüyünüz Kamran, neydi bu? Xanlar Vəliyev. Xanlar Vəliyev hərbi prokurordur. Xanlar Vəliyevə İlham Əliyev bu gün vətənə birinci dərəcəli vətənə xidmətə görə ordenlə təltif eləyibdir. Ölkənin yarısından çoxu bilir ki, Tərtər hadisələrinin şəxsən başında duran, Tərtər hadisələrində hərbiçilərimizə, zabitlərimizə, gizirlərimizə, əsgərlərimizə şəxsən işgəncə verilməsinin başında əmr verən, duran, nəzarət eləyən məhz Xanlar Vəliyev olubdur. Hansı ki, məsələn, bir misal çəkə bilərəm, hərbiçilərimizi bilirsinizmi ümumiyyətlə, bir çoxlarının heç bəlkə də xəbəri yoxdur. Tərtər hadisələri nə demək idi? Tərtər hadisələri o idi ki, hərbiçilərin cinsi orqanına tutub asırlardı, cinsi orqanından tok verirlərdi, dırnaqlarını qoparırlardı, başının dərisini soyurlardı diri-diri. Hətta bir neçəsini hərbiçimizi yandırıblar. 1700-dən çox hərbiçimizə, əskər gizir zabitimizə işgəncə verilmişdi. Və onlardan 100-dən çoxu işgəncələrə dözməyərək ölmüşdü. Bəzi hərbiçilərin həyat yoldaşlarını hərbiçilərin gözünün qabağında zorladılar. Bəzilərinin 12 yaşlı qızını hərbiçinin gözünün qabağında zorlamışdılar. Bütün bunları bax bu Xanlar Vəliyev eləmişdi. Bu şəkildə gördüyünüz Xanlar Vəliyev. Və bugün bu Xanlar Vəliyevə İlham Əliyev birinci dərəcəli vətənə xidmətə görə ordenlə təltif edibdir. Azərbaycan xalqı, özünüzə hörmət edirsənmi? Azərbaycan xalqı, sən özünə hörmət edirsənmi ki, Xanlar Vəliyev İlham Əliyev medalla təltif eləyib? Hansı ki, eşitmişsiniz, mediada, YouTube'da, hər yerdə qabağınıza çıxıbdır. Tərtər hadisələrində işgəncə görən hərbiçilərimiz özləri öz dilinlə etiraf edirlər ki, bizim başımıza nə oyunlar gəlibdir. Girin, yazın Google'da, YouTube'da Tərtər hadisələri və bu Tərtər hadisələrinin başında duran bu Xanlar Vəliyev idi. Hərbi prokuror. Və bunu İlham Əliyev birinci dərəcəli, bəli, İlham Əliyev Azərbaycan xalqını hansı məmur yaxşı qayırır, ağzına verirsə, İlham Əliyev onu medalla təltif eləyir. Çünki İlham Əliyev bu hakimiyyət, İlham Əliyev hakimiyyəti, şəxsən İlham Əliyevin özü bu xalqın düşmənidir. Başa düşürsünüzmü? Kim bu xalqı yaxşı qayırırsa, ağzına verirsə, İlham Əliyev onu vəzifəyə çəkir, medal verir, başa düşür, rütbə verir. Və görünür ki, bundan sonra da, hələ bundan sonra çox Xanlar Vəliyevlər qabağa gedəcək. Azərbaycan xalqı, özünə hörmət elə, özünə hörmət elə, bəsdir peysərə atdın, yatdın. Xanlar Vəliyev birinci dərəcəli, yəni Tərtər hadisələrində 1700-dən çox hərbiçimizə işgəncə verdiyi üçün medalla təltif edilib. Yat Azərbaycan xalqı, peysərə at, yat.